Herkese salam, kanalıma ve yeni vloguma hoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi, əhvalı yerindədir. Yeni bir vlog başladıram. Təmizlik ilə başladım. Keçəcəm birazdan Temu kargolarına. Vlogda dedim ki, hədiyyə qoyacağım məhsullar var. Onları ayrı göstərəcəm. İndi gəlin sizlərə onları göstərim bir-bir. Bir dənə hədiyyəm qalıb yolda. Onu da gəlsin. Kabro aldım. Kim almışsan deyə soruşsa, Ceyranı almışam, onun ad günü gəlir. Onun üçün boks hazırlayacağım, hədiyyələrin boksundan. Yəni belə kabrodur, 3 ədədli bir kabro. Şəkilləri də çox gözəldir, çox bəyəndim şəkillərini. Daha sonra belə sep almışam, C hərfi ilə qaralmayan materialdır. Yəni can sağlığı istifadə eləsin bunlarda. Bu şəkildə göz üçün patçlərdir. Bir dəfəlik istifadəyə uyğun. İçərisində öz serumu var. Baxım məhsuludur. Göz altındakı şişkinliyi, qaralmaları falan hamısını təmizləyir. Mən əslində çox bilirdim. 6 dənə gəldi. Elə bilirdim 10 dənədir içərisində. Və lip balmlar almışam. Fərqli dadlarda. Çiyələ ilə, sakura ilə, ballı, avokadolu, limonlu və bal. Burada bal və şaftalıdır. Burada sadə baldır. Dodaq nəmləndiricilərdir bunlar da. Burada isə dodaq üçün maskalardır. Burada dodağı nəmləndirir. Kodlarını da yazaram. Qiymətləri də münasib idi. Gələk ən gözəl hədiyyəyə. Ən gözəl deyərkən, yəni digərləri də gözəldir. Sadəcə bunu ona görə almışam ki, Ceyran manifest eləsin. Çünki bunun maşınını xəyal eləyir. Həmin o maşın üçün belə açarlıqdır. Bilmirəm indi bunu necə taxırlarsa. Açarı bu qaba qoyursunuz və gözəl bir şəkildə olur da, yəni açar gözəl görüntü verir. Bu da onun blokudur. Almışam ki, manifest eləsin. İnşallah o maşında, xəyalını qurduğu maşında qismət olar. Belə qızlar, bunlar da hədiyyələrimdir. Hələ dediyim kimi bir hədiyyəm də yoldadır, o da gəlsin, onu da paylaşacağım. Burada da qızlar tomatın bankada saxlamışdım. Gördüm ki, üzəri artıq kiflənməyə doğru gedir. Yay olduğu üçün də elə ancaq pomidordan istifadə edirik. Tomatdan o qədər də istifadə olunmur. Və pingvin bir kloka tökdüm. Əlbəttə, üzərinin kifini yığdım. Daha sonra pingvinə tökdüm. Bu formada xətlərlə ayırdım ki, daha rahat olsun çıxartmaq. Və qoydum dondurucuya. Bu şəkildə donacaq. Buz qəlibləri kimi, yəni bir-bir çıxacaqlar. Trendyoldan Kiko'nun rəsmi səhifəsindən bu məhsulları almışam. Kargosunu açıb göstərmişdim sizə shorts formasında. Linkləri də kanalımda mövcuddur. Bu üçlü set şəklində satılır. 20, 17 və 01 nömrəsi. Bu ikisi lip glossdur qızlar. Amma ki, bunun həcm vermə effekti var. Amma o qədər də hiss eləmədim. Yəni, heç bir effekti yoxdur. Sadəcə 17 nömrəsini çox bəyəndim. Və 20 nömrəsi də yaxşıdır. Amma bu 17 nömrəsini hədiyyə eləmişəm. Hədiyyə almışam. Yəni, üçlü şəkildə aldım. İkisini özümə götürdüm. Birini isə hədiyyə eləyəcəm. İnşallah, yəni özümə də almağı fikirləşirəm. Çünki rəngi çox xoşuma gəldi. Və yanında da belə makyaj çantası aldım. Bu da çox böyükdür. Əslində balaca görsənir. Əlim boydadır. Amma qalındır deyə içərisinə bir çox məhsulları yerləşdirmək olar. Hər hansısa bir səyahətə gedərkən kosmetik vasitələrimizi yerləşdirmək olar. Bunun qiymətlərini hal-hazırda deyə bilməyəcəm. Çünki fərqlilik göstərir və mən də endirimlə almışam bunların hamısını. Linkləri kanalımda var. Keçid edib baxa bilərsiniz. Sadəcə bunu deyə bilərəm ki, bir dənə olsun, amma yaxşı bir lip gloss olsun deyirsinizsə, mütləq alın. Hələ bu 17 nömrəsinə bayıldım. Ki də səhv eləmirəmsə bunun qiyməti 30-40 manat arasıdır. Amma mən bunların üçünə 50 manat pul vermişəm. İlk sifarişdən yararlanaraq və kuponları da istifadə edərək daha endirimli qiyməti ala bilərsiniz.
Trendyol'dakı mağazasına göz atın deyərdim. Və başladım evin tozunu almağa. TV standin üzəri tozlanmışdı. Bəzən olur Sleepin salfetlərindən istifadə edirəm. Bəzən də olur elə evdəki mikrofiber əskilərdən istifadə edirəm. Bu qutuları da Trendyol'dan almışdım. Çox əlverişli bir qutulardır ki, içərisinə həm poytu qoya bilirsiniz, həm hər hansısa bir artıq əskiyi ortalıqda nəsə olur, məsələn, bilmirsiniz hara qoyuyorsunuz, amma yəni lazımlı bir şeydir. Ona görə də əl altında olmağı yaxşıdır. Bu şamdanlar da çox gözəldirlər. Artıq məndə 2 ilə yaxındır bu şamdanları istifadə edirəm. Rəngində heç bir solma falan olmuyor. Trendyol'da NBA Home Decor mağazasından almışdım. Həmin mağazada fərqli şamdanlar da mövcuddur. Gözəl ev aksesuarları da var. Əgər belə gold sevənsinizsə, hətta bunun gümüş rəngləri də var. Yəni belə ev dekorları sevirsinizsə, mütləq o mağazaya da göz atın. Və burada da bir çox vaxt Ajda pəncərəyə çıxır. Elə Raul da stolu çəkir, çıxır pəncərəyə. Uşaqların da barmaqlarının izi qalmışdı. Ona görə də dedim elə yüngülvari buranı da silim. Arada çalışıram ki, bu hissələri tez-tez silim ki, çox yəni yığılmasın evin işi, pəncərələr çox çirklənməsin. Və mama gəlmişdi bizə qızlar. Mama da hər dəfə gələndə uşaqlara belə 50 qəpiklər gətirir. Xoşu gəlir Raul da ki, ona 50 qəpikliyi verir. Raul da elə həmin o qəpikləri atır pul qabısına, kapilkasına. Daha sonra da yəni fırlanıb baxır ki, qalmadı. Yenə ver, yenə atım. Xoşuna gəlir. Oynayır özü üçün. Allah bütün valideynləri qorusun. Mənim mamam da, nənəm də onların içində. Burada isə qızlar 3 pors blinçik bişirmişəm. Ajda bu blinçiklərin hər halını bəyənir. Yəni onun üçün fərqi yoxdur. Əsas o blinçik olsun. Boş formasında da üzərinə skuşonka töküb elə yeyir, bəyənərək yeyir. Ona görə də 3 porsiya hazırlamışdım və içlərini də doldurdum. Hazırladığım içli isə file, kök, soğan qarışımı idi. İçlərini də doldurub qoydum soyuducuya ki, istədiyimiz vaxt çıxardıb qızardaq və çox dadlı olur elə olanda. Qızlar, Berqanın jasminli yaşıl çayını hər kəsə tövsiyə edirəm. Çox bəyənərək istifadə edirəm. Bunun ikili satışı mövcuddur. Belə adi dəmləmə çay formasında var və belə bir dəfəlik istifadə üçün 24 ədədli qablaşdırması da var. Kimə də təklif eləmişəm evə gələn qonaqlara, hamısı çox bəyəniblər və evə gedib alıblar. Həqiqətən mən də hiss eləmişəm ki, qara çay ağırlaşdırır, mədəmizi ağırlaşdırır, amma bu yaşıl çayın özünə məxsus fərqli bir dadı da var. Ona görə də hər kəsi tövsiyə edirəm. Mən əvvəllər yaşıl çay içə bilmirdim. Xoş gəlmirdi mənə dadı. Amma bunu sınayandan sonra çox xoşuma gəldi və artıq qara çay içmirəm, istifadə eləmirəm. Və belə qızlar, sizə də belə bir məsləhətim var. Əgər sevirsinizsə yaşıl çayı mütləq alın, bunu da çox bəyənəcəksiniz. Çayımı dəmləyim, yenə söhbətləşərik. İçərisində də gördüyünüz kimi jasmin gülünün toxumları var, tumurcuqları var və çox gözəl də qoxusu gəlir çaydan. Bu şəffaf çaynikmi artıq dəfələrlə görmüsünüz. Bunu da Trendyol'dan almışdım. Çox gözəl bir çaynikdir. Qazın üzərinə qoymaq olar, amma daha əvvəllər heç vaxt qoymamışam. Həmişə baxın indi göstərdiyim kimi içərisinə qaynar su töküb çox cüzi bir xodda sadəcə dəmlənməyə və yaxud suyu qızdırmağa qoymuşam. Yəni başdan sona qaynamamış suyu töküb heç vaxt qaynatmamışam. Çünki qorxmuşam ki, birdən çatlayar. Həm də uşaqlı evdir, çatlasa uşaqlar yanar, eləyər. Ona görə də həmişə ehtiyatlı davranmışam. Çayımızı da süzdük, oturduq həyətdə. Gözəl bir hava var idi. Qaynatam da bizə elə bir yemək hazırlayırdı. Dedi ki, bugün yeməklər mənlikdir. Çox dadlı bir saç tava hazırlayacağım sizə. Əllərinə sağlıq, çox dadlı olmuşdu. Bəhrisli olmağıma baxmayaraq yedim.
Yemədim desəm yalan olar. Yedim dadına baxdım əlbəttə ki. Və saatdan da gördüyünüz kimi saat artıq 2-yə işləyirdi və biz də qaynlarımla, yoldaşımla oturmuşduq. Söhbət eləyə-eləyə simçika çıtlayırdı. Vlogumu da artıq sonlandırıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videomu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.